Herkese salamlar. Bugün həyat yoldaşımla mənim üçün vacib olan bir tarixin üzərindən 5 il keçir. Və biz də qərara gəldik ki, bunu bir günlük rayonda qeyd eləyək. Düşündüm ki, bəlkə sizin üçün maraqlı olar, ona görə mini bir vlog kimi çəkməyə qərar verdim. Ümid edirəm, zövqlə izləyərsiniz, maraqlı olsa çalışaram davamını gətirəm. Bilmirəm sizdə necədir, mən bir günlük getsəm belə, yəni çox az bir əşya ilə getməyi bacarmıram. Bu ən üst hissədə mini çamadan, içində kosmetikam, dərmanlar, hətta termometrə qədər, qarın ağrısı üçün, baş ağrısı üçün, ürək bulanma üçün hər şeyə uyğun dərman mütləq qoyuram içərisinə. Yoxsa özümü rahat hiss eləmirəm. Böyük çamadana isə həmişə həyat yoldaşımla öz əşyalarımı yığıram. Bir hissəsi onundur, bir hissəsi mənimdir. Bu balaca qara sumkaya hara gedirəmsə gedim, mütləq özümlə yemək üçün nəsə aparmalıyam. Yenə bilmirəm, sizdə vəziyyət necədir? İstənilən otelə gedəndə mütləq ən azından atışdırmaq üçün nəsə götürürəm özümlə. Üstündəki sumkada isə kaşlokum, telefonum, adapterim, nauşnikim, belə şeyləri qoyuram ki, əlimin altında mənim üçün rahat olsun. Bəli, yəni gördüyünüz bir günlük gəzinti üçün yığdığım əşyalar bu qədər böyükdür. Bibeybət pirinə nəzərimizi atıb yolumuza çıxdıq. Quba yolundakı ödənişli yol barədə uzun müddət idi ki görürdük və qərara gəldik ki biz də sınayaq. Bakıdan gedərkən 9 manat 70 qəpik, qayıdarkən isə 12 manat ödədik. Çünki Bakıdan gedərkən Qubaya, ancaq qayıdarkən isə Qusardan giriş etdik bu yola. Həqiqətən də ödənişli yolun heç necə bitdiyini belə hiss etmədik. İnan mənə o məbləğə dəyərdi. Çünki yolda heç bir radar yox idi və nəzərə alsaq ki, mənim həyat yoldaşım mütləq rayona gedəndə radara düşür. Bu bizim üçün qat-qat sərfəli idi. Sadəcə ehtiyatlı olmağı tövsiyə edirəm o yoldan istifadə edərkən. Çünki artıq yolda biz avariyadan bir dənə maşını görmüşdük. Sürət həddindən yoldan çıxmışdı. Allah uzaq eləsin. Ona görə radar olmasa belə öz təhlükəsizliyiniz üçün özünüzü qorumağınızı tövsiyə edirəm. Burada isə artıq biz Qubaya çatmışdıq. Yola çıxarkən çox narahat idik ki, bəlkə yollar buz bağlayar və biz gedib çıxa bilmərik, amma yollar tərtəmiz idi. Biz bu dəfəki seçimimizi Quba Palasdan tərəf seçmişdik. Həqiqətən də çox gözəl bir otel idi, tərifə layiq idi. Sadəcə tək mənfi tərəfi mənə görə otelin təmirinin dəhşətli dərəcədə köhnəlməsi idi və otel inanılmaz dərəcədə ərəb turistlərlə dolu idi. Hətta demək olardı ki, heç Azərbaycanlı tapmaq mümkün değildi. Mən sizə bacardığım qədər otel haqqında, qiymətlər barədə və spa barədə məlumat verməyə çalışacağam. Ümid edirəm sizin üçün də maraqlı olar. Oteldə otaqlarla yanaşı koteclər də mövcud idi. 4 nəfərlik, 6 nəfərlik və 8 nəfərlik koteclər. Onu deyim ki, otaqların qiyməti biz gedərkən dağ mənzərəli 170 manat, göl mənzərəli isə 190 manat idi. Bizim bu gördüyünüz otaq isə Balay suiti sayılırdı və biz gedən tarixə qiyməti 245 manat idi. Otaq həqiqətən də çox geniş idi. Hamamı, tualeti, duş kabini və otelin bu otağında ayrıca olaraq jacuzzi də var idi ki, digər standart otaqlarda da sizə deyim ki, ayrıca duşa kabindən əlavə vanna otaqları da var. Burada isə hər bir oteldə verildiyi kimi şampunlar, duş gelləri, saç balzamı, diş fırçası və daraq da var idi ki, mən bunu ancaq Pik oteldə görmüşdüm, darağın olduğunu. Adətən gedərkən biz də standart nömrə götürürük. Sadəcə bu tarixin bizim üçün özəl olduğunu düşünərək mən həyat yoldaşım üçün belə bir sürpriz etməyə qərarına gələrək bu otağı seçim etmişdim. Otaq gördüyünüz kimi çox genişdir. Həmçinin çox sağ olsun, otelin otağını rezervasiya edərkən onlara bizim üçün özəl bir tarix olduğunu bildirdikdə onlar bizim üçün desert də hədiyyə etmişlər və çox gözəl görünürdü. Otağın mənzərəsinə isə sözün əsl mənasında söz ola bilməzdi. Çox gözəl mənzərəsi var idi. Burada isə bizə hədiyyə etdikləri deserti görürsünüz ki, mən əslində bir çox Azərbaycan otelində ad günündə və yaxud da digər özəl günlərdə iştirak edəndə bunu bildirəndə bir Şamaxı Palasda bizim üçün belə bir hədiyyə olunmuşdu. Digər otellərdə isə mən bunun üçün ayrıca pul ödəniş etmişdim. Yəni bu iki oteldə bu bir ayrıcalıq idi.
Onu da bildirim ki, desert həqiqətən ləzzətli idi və inanın mənə ki, yola verilərək hazırlanan və yaxud da hazır formada olan desert qablarından sadəcə yazı yazılıb otağa göndərilməmişdi. Daha sonra biz qərar verdik ki, oteldəki qiymətlər od tutub yandığına görə o otelə çox yaxın məsafədə 2-3 kilometrdə olan Dəyirman restoranına gedək və həqiqətən də foodblogerlərin təriflədiyi qədər var idi. İnanın mənə, çox uzun müddət idi ki, bu qədər ləzzətli yeməklər yemirdim. Hələ oradakı şapalaq kebabını deyim sizə ki, ilk dəfə idi eşidirdim və sınayanda ləzzət elədi. Gördüyünüz kimi meyvə boşqabı da hədiyyə olundu. Sonda hesabı da sizin üçün paylaşdım ki, qiymətlər maraqlı olarsa və restorandan çıxarkən ətrafı dumanın bürüdüyünü görürdük. Hətta göz gözü görmürdü. Otelə necə gedib çıxdığımızı belə başa düşmədik. Otelə gələndən sonra qərar verdik ki, spasından istifadə edək. Burada qadın və kişilər üçün türk hamamı, sauna, buxar otağı hər biri ayrı-ayrılıqdadır. Burada istirahət otağını görürsünüz. Burada yalnız hovuzdan bir yerdə istifadə etmək olur. Orada isə ümumiyyətlə saat 2-dən 4-ə qədər ancaq qadın saatıdır. Spası gözəl idi. Azərbaycanda bir çox otellərində 4-dən 6-ya qədər qadın saatı olur. Yerdə qalan saatlarda isə ümumi olur. Ancaq sizə onu deyim ki, Lənkəran Spring otelində də spa qadın və kişi üçün ayrılır. Əslində həm yaxşı tərəfi var, həm pis tərəfi var. Onu deyə bilərəm ki, təmiz idi. Çox gözəl idi, istiliyi yerində idi. Səhər yeməyini çəkməyə utandığıma görə sadəcə verilən şirniyyatları bir hissəsini çəkdim sizə. Oteldən çıxış saat 12-də idi və biz birbaşa Bakıya qayıtmaq istəmədik və düşündük ki, üzü Şaxdağa tərəf gedək. Şaxdağla Quba Palace arasındakı məsafə təxminən 50 dəqiqəlik 1 saatlıq bir məsafədir. Yollar çox gözəl idi, açıq idi. Biz keçən il Şaxdağda Pik oteldə istirahət etmişdik. Sadəcə mart ayında istirahət etdiyimizə görə qiymətlər daha münasib idi. Burada isə qiymətlərdən ümumiyyətlə danışmaq istəmirəm. Yəni, gördüyünüz hər şeyin adam başına qiyməti minimum 20 manatdan başlayırdı. 2 nəfərlik istifadə 40 manat, 60 manat. Hər şeydə vəziyyət belə idi. Biz də qərara gəldik ki, kanatdan istifadə eləyək və oradakı restoranda əyləşib yemək yeyib çay içək. 2 nəfərlik kanatdan istifadə 40 manat idi. Əslinə qalsa düşünürəm ki, Şaxdağda ən sərfəlisi aşağıda yerləşən Friday'də əyləşməkdir. Yəni bu restoranda elə ucuz olduğunu deməzdim. Ancaq həqiqətən də oradakı mənzərəyə görə düşünürəm ki, 40 manatı verib ora qalxmağa və o restoranda əyləşib hesab ödəməyə dəyərdi. Nəzərə alsaq ki, bunu tez-tez təkrarlamırıq və ara bir insanın özünü sevindirməyə ehtiyacı var. Gördüyünüz kimi mənzərə həqiqətən də möhtəşəmdir. Yemək dadlı idi. Bəlkə də sadəcə mənzərənin və soyuqluğun verdiyi ləzzət idi, onu da deyə bilmərəm. Ümid edirəm ki, videonu bəyənərsiniz. Əgər belə videoların davamının gəlməyini istəyirsinizsə, like etməyi və abunə olmağı unutmayın.